olsun əziz şagirdlər. Bu gün biz Elşad Əliyev və Elşan Quliyevin 7 və 8-ci siniflər üzrə qiymətləndirmə testindən vegetativ orqanlar bölməsini işləyəcəyik. Birinci suala diqqət edirək. Şəkildə verilib birinci orqanizmdir, ikinci isə orqan səviyyəsi 1B. Demək, hüceyrə, toxuma, orqan, orqanlar sistemi və orqanizm 2A. Şəklə əsasən bir rəqəmi ilə göstərilən sinir hüceyrəsinin quruluşudur. Yəni, bu deməkdir ki, bu hüceyrənin quruluşunu göstərmişdir. 1B. Hansı rəqəmlə işarələnmiş hissələrdə birdən çox toxuma növünə rast gəlmək olar? Bu deməkdir ki, hüceyrələr birləşərək toxumana əmələ gətirilmişdir. Düzgün cavab burada C variantıdır. 1, 2, 4. 5-də də cədvəldə çiçəkli bitkinin 3 orqanı haqqında məlumat verilmişdir. Yanlış bəndi seçin. Georgin diyetiya qida maddəsinin toplanmasında iştirak edir. Demək, burada kökün şəkildəşməsidir. Daha doğrusu gövdən şəkildəşməsidir. Suyun və mineral maddənin daşınmasını təmin edir kök. Suyun buxarlanmasını təmin edir yarpaq. Demək, X-in üzərində əlavə tomurcuğa rast gəlmək olar. Bəli, gövdədə rast gəlmək olur. Həmçinin kökdə də rast gəlmək olur. Yarpaqda da rast gəlmək olur. Eyni zamanda əlavə kökdə rast gəlmək mümkündür. Amma 7 deyir ki, Y-in üzərində bilavasitə yan kök inkişaf edə bilər. Kökün demək üzərində, üzr istəyirəm, burada mən qeyd düzgün vurğulamamışam. X burada kökdür, suyun mineral maddənin daşınmasını təmin edən isə gövdədir. Yəni, gövdənin üzərində yan kök əmələ gəlmir. Gövdənin yalnız kökün üzərində biz deyə bilərik ki, yan köklər əmələ gəlməni götürə bilərik. Y variantıdır. Burada X-in, Y-in yerini ani olaraq səhv qeyd etmişəm. 6-cı şəkildə deyir ki, verilmiş zoğda yarpaq sayı A. Gəlin biz yarpaqlarımızın sayını sayaq. 1, 2, 3, 4, 5. 5 dənə yarpaq. Tomurcuq sayı. Hər bir boğum arasında bir tomurcuq var. 1, 2, 3, 4. Burada isə ikisi var. Yəni, şəkildə qeyd olunmayıb. Orijinal şəkildə 2 dənə var, orada göstərilir. Demək ki, tomurcuq sayı elədir 6. 6. Buğum sayı. Nə qədər yarpaq varsa o qədər buğum götürürük. 1, 2, 3, 4, 5. Yenə də 5. Buğum arası isə bildiyiniz kimi onun elə bir ki, buğumların sayının biri əksik götürəcək. 5 yarpağımız var isə 4 dənə də buğum aramız var. O zaman edir 5 üstə gəl 5, 10, 10 üstə gəl 10, elə də 20 düzgün cavab D variantı. Şəkildə aeroponika üsulu ilə bitki yetişdirilməsi prosesinin müəyyən bir hissəsi əks olunmuşdur. Ümumiyyətcə məlumat verin ki, aeroponika nədir? Torpaq olmadan bitkilərin havadan asılı qalmış vəziyyətdə yetişdirilməsi üsuludur. Gəlin bir-bir bunları analiz edək. Bu kitabda 7-ci sinifdə elm texnologiya həyat bölməsində izahlı şəkildə verilmişdir. Torpaqda yetişdirilən bitkilərlə müqayisədə daha çox sudan istifadə edilir. Demək ki, xeyr, burada torpaqda yetişdirilənə nisbətən az sudan istifadə olunur. Bizdən də düzgün fikir istəyir. Daha çox məhsul əldə etmək mümkündür. Bəli, qələmi götürək buradan. 2 düzgündür. Bitkinin daha sürətli yetişdirilməsi mümkündür. Bəli. Bitkinin inkişafı üçün münbit torpaq ehtiyac var. Xeyr, burada torpaqdan söhbət gedə bilməz. Bitkilər xüsusi rəflərdə yerləşdirilir. Bəli, düzgün cavab burada 2, 3, 5 A variantıdır. Kök növləri üzərində əmələ gələn kök növü. Yəni, bu demək istəyir ki, həm əlavə kökün, həm əsas kökün üzərində əmələ gələn kök növü hansıdır? Biz götürürük burada yan kökü. Düzgün cavab D variantıdır. Kök şəkil dəyişməsi yerkökü bitkisində olduğu kimidir. Yəni, yerkökü də meyvə kökdür. Verilən variantlar çoğundurdur meyvə kök. Oturaq yarpaq bitkilər hansılardır? Biz demişdik ki, aloydur, aqavadır, kətandır, qərənfildir. Biz bunları götürürük. Düzgün cavab burada taxıl bitkilərinə götürəcəyik. 1, 4, 6. Düzgün cavab D variantıdır. Əgər bitkinin 3 buğumunda
ən azı 12 ədəd yarpaq varsa, onda bitki necə aşağıdakilərdən hansıdır? Biz burada avtomatik olaraq bizə 3 buğum veribsə, 12 yarpaq veribsə, yarpağın sayını buğumların sayına bölək eləyir 6. 6 da topa düzülüşdə rast gələ bilərik ki, minimum 3 başlayacaqdı. 3 götürəcəyik biz burada. Variantlara da baxsaq görəcəyik ki, gicitgəndir, toz ağacıdır, cökədir. Bunlar növbəli düzülüşdür. Yasəmən də qarşı-qarşıyadır. Ancaq demək qarğa gözündə isə topa düzülüşə rast gəlinir. Ona görə düzgün cavab burada D variantıdır. 12-də deyir, yarpaq hissələri digərlərinə nisbətən azdır. Yəni nə deməkdir? Yarpaq hissələri yəni bayaq demək 10-cu sualda qeyd etdik ki, saplağı yoxdur. Yəni düzgün cavab burada A variantıdır. Yəni oturaq yarpaqlara aiddir. Gövdə şəkil dəyişməsinə aid deyil. Demək 2 və 3 olan variantlar avtomatik çıxırıq. Çünki bunlar biri soğanaq, biri gövdə yumrusu. Düzgün cavabımız 1, 4, 5-dir. Yəni D variantıdır. Şəkildə verilmiş yarpaqlar içərisindən sadə yarpaqları seçin. Sadə yarpaqlar hansılardır? Bir yarpaq ayasından və bir saplaqdan ibarət olanlara deyilirdi. Avtomatik olaraq biz variantlar içərisindən 7 olan variantları çıxırıq. Çünki üçər yarpaqdır. Eyni zamanda 4-ü də çıxır. Çünki bu təklərə kivaridir. Qaldı bizə düzgün cavab 1, 2, 3, D variantıdır. Cədvələ əsasən X, Y, Z bitkisi ola bilər. Buğumlarının sayı qoltuq tumurcuqlarının sayına. Yəni, hər buğumda bir qoltuq tumurcuq olduğuna görə deyirsə, birin 1-ədirsə bu növbəli düzülüşdür. Birin 2-ədirsə bu qarşı-qarşıyadır. Birin 4-ədirsə bu topa düzülüşü götürəcək. Burada düzgün cavab toz ağacı, yasəmən, qarğa gözünü götürəcəyik. Uyğunluğu müəyyən edin. Yenə də birincisi növbəli düzülüşdür. İkincisi qarşı-qarşıyadır. Üçüncüsü isə topa düzülüşə misaldır. Demək, burada bizdə hansı variantımız uyğun gəlir? Variantlara baxsaq, bəli, D variantı alma, gicitgən və oleandrı götürə bilərik. Üzərində 3 növ tumurcuğu olan vegetativ orqanı seçin. Həm kökdə, həm gövdədə, həm yarpaqda demək əlavə tumurcuq var, təpə tumurcuq var, yox, üzr istəyirəm. 3 növ tumurcuq deyirsə, biz burada köklə yarpağı götürməyəcək. Niyə? Çünki yalnız gövdənin təpə tumurcuğu var, qoltuq tumurcuq var, yatmış tumurcuqlar var. Düzgün cavab burada yalnız 2-dir, yəni gövdədir, B variantıdır. Çiçəkli bitkinin neçə orqanında bilavasitə kök inkişaf edə bilər? Çiçəkli bitkinin neçə orqanında? Kökün inkişafı hardaydı? Əlavə kök var idi. Yəni kökdə, gövdə və yarpaqda, sonra kökün özündə inkişaf edir. Yəni miyan kökləri misal göstərə bilərik. Düzgün cavab C-dir. Çiçəkli bitkilərə şəklini dəyişmiş orqanlar haqqında hansı fikir və ya fikirlər doğrudur? Fərqli mənşəyə olan orqanlar eyni funksiyanı yerinə yetirə bilər. Misal üçün, gəlin götürək kartofu. Kartofda gövdə yumrusu estiya qida maddəsi toplayır. Şirin kartofda isə kök yumruları idi. Bunlarsa ayrı-ayrıdır, fərqli mənşəyidir. Ola bilər, bu fikir düzgündür. Eyni mənşəyə olan orqanlar fərqli funksiya yerinə yetirə bilərlər. Eyni mənşəyə olanlar. Məsələn, gəlin götürək biz demək, kaktusla noxudu götürsək, hər ikisində gövdədirsə, bəli, öz müdafiə funksiyasıdır. Eyni funksiyanı yerinə yetirən orqanlar fərqli mənşəyə malik ola bilərlər. Bəli, məsəl üçün, gəlin götürək, kaktusda zirincdə demək, tikanlara çevrilmişdir. Kaktuslara dikana çevrilmişdir. Bəli, ola bilər. Müxtəlif funksiyanı yerinə yetirən orqanlar eyni mənşəyə malik ola bilərlər. Bəli, bunlar da düzgün fikirdir. Düzgün cavab biz burada Y variantıdır. Hər birində bərabər sayda buğum olan cökə, yasəmən, oleandr zoğlarında minimum 30 yarpaq ayası sayılmışdır. İndi gəlin baxaq. Cökə növbəli düzülüşdürsə, bunda n qədərdir. Yasəməndə qarşı-qarşıyadırsa 2 n-dir. Oleandrda isə 3 n-dir.
O zaman bunlar toplayanda 6 n bərabərdir 30, n bərabərdir 5. Söhbət Yasəməndən gedirsə, Yasəməndə qarşı-qarşıya düzülüş olduğu üçün 5-i 2-yə vurur. Düzgün cavab B variantıdır. Uyğunluğu müəyyən edin. Demək, birincisi əsas kökdür. Əsas kök iki ləpələrdədir. Məsəl üçün, günə baxan götürə bilərik. Bu isə saçaqlı kök sistemidir. Yəni, bir ləpələr götürürük. Düzgün cavab burada D variantıdır. Cədvələ əsasən əsas kök üzərində inkişaf edir və əlavə kök üzərində inkişaf edir. İmza. Demək, bu hansı kökdür? Yan kökdür. X yan kökdür. Gövdə və yarpaq üzərində inkişaf edənsə əlavə kökdür. Düzgün cavab B variantıdır. Doğru kəsişmədir. Aha. Əlavə tomurcuq hardan inkişaf edir? Yarpaqdan inkişaf edir və boğum arasından inkişaf edir. Gəlin kökdən nəzər yetirək, kökdən inkişaf edə bilərmi? Düşünək. Bəli, kökdən də biz əlavə tomurcuqları inkişaf etdiyini deyə bilər. Kimsə əlavə kökləri misal kimi göstərə bilər. Ona görə düzgün cavab burada D variantıdır. Xüsusilə şu sualları oxuyarkən maksimum diqqətli olmaq lazımdır ki, gözdən nəsə qaçırmayaq. Bəzi ağacların kökləri papaqlı göbələklərin yeraltı hissəsi ilə birləşərək mikorizlə əmələ gətirir. A variantı. Noxudun və zirincin müvafiq olaraq şəkil dəyişməsi necə adlanır? Noxudda bığcıqdır, zirincdə isə tikandır. B variantı. Kök sisteminə görə uyğunluq pozulmamışdır. Yəni, biz burada artıq variantlarla işləyəcək. Gəlin, baxaq görə 1, 4, 5 dənədir A variantında. Soğan saçaqlı kök sistemidir. Palıd ne kök sistemidir? Burada saçaqlı kök sistemidir. Bunlara uyğun gəlmir. Çünki burada hər üçü də eyni kök sisteminə malik olmalıdır. B-yə baxırıq. Soğan yenə də saçaqlı kök sistemidir. Günə baxanla palıdsa min kök sistemidir. Bu da olmaz. Qarğıdanla palıd. Palıd min kök sistemidir. Qarğıdalı saçaqlı kök sistemidir. Günə baxan min kök sistemidir. Qarğıdalı bu da uyğun gəlmir. Gəlin baxaq. Burada gəlin biz D variantına, Y variantına baxsaq nə görürük? Soğan da saçaqlı kök sistemidir. Qarğıdalı saçaqlı kök sistemidir. Buğdada da saçaqlı kök sistemidir. Ona görə düzgün cavab burada Y variantıdır. 27-də heyvan toxuması deyil. Məlum məsələdir ki, əsas toxuma aid deyil. Çünki bitkilərə aiddir əsas toxuma. Düzgün cavab burada A variantıdır. Bilirəm, düzgün ifadə olanda yenə bir də işarəliyim. Orqan şəkil dəyişmələrə bağlı uyğunluğu müəyyən edin. Noxudda yarpağın şəkil dəyişməsidirsə çevrilmişdir. Demək, nəyə çevrilmişdir noxudda? Bığcığa, diqqət fikrim dağıldı bir anlıq. Bığcığa çevrilmişdir. İt burunda isə gövdədə tikana çevrilmişdir. Çuğundurda isə meyvə kökə çevrilmişdir. Düzgün cavab A variantıdır. Gicitkan bitkisində zoğun müəyyən bir hissəsində 24 yarpaq varsa, neçə boğum arası var? Gicitkan biz deyirik ki, demək, qarşı-qarşıya düzülüşdür. O zaman 2n bərabərdir 24, n bərabərdir 12. Boğum arasının sayısı n-1'dir. Ona görə düzgün cavab burada B variantıdır. Bir də deyirəm, gicitkəndə qarşı-qarşıya olduğu üçün 2n bərabərdir 24, n tapdıq 12. Boğum arası isə n-1 olduğu üçün düzgün cavab B-dir burada. 30-da bizə nə deyir? Cədvəldə eyni mənşəyə malik orqanların verildiyi sıranı göstərin. Kartofun yumurtası gövdə şəkil dəyişməsidir. Yəni, daha doğrusu birbaşa varianta keçdim. C variantı da burada düzgün cavab. Çünki kartofun yumurtası gövdə şəkil dəyişməsidir. Üzümün bacığı da gövdən şəkil dəyişməsidir. Çayırın kökümsofu da gövdə şəkil dəyişməsinə aiddir. Cədvələ əsasən X, Y, Z bitkilərin zoğlarının verilmiş hissəsindəki boğum araqları minimum sayını tapın. Yarpaq sayı 8 veribsə, biz burada minimum say olaraq növbəli düzülüşdə 7 götürəcəyik. Topada 4-dürsə 2n bərabərdir 4 topada
demək birindən çıxırdı. Biz buradan boğumların sayını istəyir bizdən. 2n bərabərdir, n bərabərdir 2 yazsaq, 2. Qarşı-qarşıyada isə 2n bərabərdir 12, n bərabərdir 6. O zaman düzgün cavab burada eləyəcək. 2 bölü 7 9, 9 üstə gəl 6, eləyəcək cavab 15 C variantı. Venn diaqramına uyğun ifadələri yerləşdirin. Vegetativ tumurcuq deyir bizə. Demək, bu kök gövdə yarpaqdan söhbət gedir. Generativ deyirsə, generativ isə çiçək, meyvə, toxum. Z-ə aid olanları birdən artıq görürük biz açıq aydın. 4-ü tez bazar, yəni biz yerləşdiririk Z-ə. O zaman düzgün cavablarımızın içərisində B və Y variantı qalır. X-ə nə deyir bizə? X-də vegetativ tumurcuqdursa yarpağı götürəcəyik. Yarpaq başlanğıcına malikdir. Y isə zol başlanğıcına malikdir. Bəli, pucuqlara malikdir. Bəli, tumurcuq başlanğıcına malikdir. Bəli. Düzgün cavab burada B variantıdır. Bilavasitə 3 növ vegetativ orqanda rast gəlmək olar. Bayaqki suallar, təkrar suallarımızdandır bu da. Yan kökü hər 3 vegetativ orqanda, kökdə, gövdədə rast gələ bilərik. Düzgün cavab B-dir. Cədvələ əsasən uyğunluq hansı bənddə pozulmamışdır? Orqanın adı böyrəkdir. Böyrək ifrazat toxuması deyilən bir şey yoxdur. Demək, aid olduğu orqan bəli ifrazat sistemidir, amma toxum olaraq ifrazat toxumasına aid deyil. Biz deyirik ki, 4 dənə toxuma var. Sinir toxuması, əzələ toxuması, birləşdirici toxuma, bir də epitelial toxuması. Biz bunu birləşdirici toxumaya götürürük. Baş beyin sinir toxumasına aiddir. Bəli, sinir sistemidir. Ürək əzələ toxumasına aiddir. Ürək əzələ növünə aiddir. Lakin əzələ sistemi deyil, qan damar sisteminə aiddir. Ona görə düzgün cavab burada B variantı. Çünki bizdən pozulmamışdır istəyir. Bitkidə maddələrdən bilavasitə daşınması verilən istiqamətlərdən hansında mümkün deyil? Əsas kökdən gövdəyə doğru bəli düzgündür. Yan kökdən əsas kökə doğru bəli düzgündür. Əlavə kökdən gövdəyə doğru bəli düzgündür. Çünki bu kökün növləridir. Düşünün, bu isə bizim gövdəmizdir. Hər biri yuxarıya doğru qalxır. Yarpaqdan gövdəyə doğru bəli. Fərz edin ki, bu yarpaqdır. Yarpaqdan gövdəyə doğru, çünki üzv maddələr flayma borları vasitəsilə iki istiqamətli şəkildə daşınır. Yan kökdən gövdəyə doğru fikri isə səhvdir. Çünki yan kökdən olmur. Yan kök əsas kökə birləşmişdir. O əsas kökdən gövdəyə doğru götürə bilərik. Düzgün cavabımızı burada biz. Yəni düzgün cavab Y variantıdır. Bunu burada qeyd edək. Nöqtələrin yerinə nə yazılmalıdır? Bəzi ağacların kökləri papaqlı göbələklərin yeraltı hissələri ilə birləşərək bu sual təkrardır, mikoriza adlanır. Bayaq da belə bir sual var idi. Mikorizlə bağlı doğru fikirləri seçin. Göbələk ağaca su və mineral maddə verir, bəli. Ağac gövdəyə üzv maddə verir, bəli. Çünki göbələk heterotrof qidalanır. Göbələk ağacı torpağa daha möhkəm bərkidir, xeyr. Ağac göbələkdən üzv maddə alır, xeyr. Düzgün cavab A-dır. Verilmiş fikirlərdən hansı yanlışdır? Kök çiçəkli bitkinin vegetativ orqanıdır, düzdür. Köklər mənşəyinə görə 3 növ olur. Bəli, əsas, əlavə, yan. Köklər uc hissəsindən uzunluğuna bölünür, bəli. Kök üskü sıx yerləşmiş ölü yox, canlı ciyərdən ibarətdir. Kök üskündən sonra kökün bölünmə zonası yerləşir, bəli. Bölünmə zonası hüceyrələri bölünməlidir ki, digər hüceyrələr əmələ gəlsin. Düzgün cavab burada D-dir. Verilmiş fikirlərdən hansı doğrudur? Aha, diqqətli olaq, bizdən doğru fikri istəyir. Altdan çəkeyim elə. Kökün sorduğu su kök üskündən keçərək gövdə ötürülür. Bəli. Kökün sorduğu su bölünmə zonasından keçərək gövdə ötürülür. Düzdür. Kökün sorduğu su böyümə zonasından keçərək gövdə ötürülür. Düzdür. Kökün sorduğu su ötürücü zonadan yox, sorucu zonadan sovrulur,
sonra ötürücü zonaya keçirməlidir. 7 nə deyir bizə? Torpaqdan sorulmuş. Yox, bizdən doğru variantı istəyir. Üzr istəyirəm. Doğru variantı istəyir. Kökün sorduğu su kök üskündən keçirərək gövdə ötürülə bilməz. Gəlin biz kökün zonalarına diqqətlə yetirək, nəzər yetirək. Birincisi kök üsküyüdür, o zona sayılmır. Bölünmə zonası, böyümə zonası, sorucu zona, ötürücü zona. Əgər bu gövdəyə qalxırsa, o deməkdir ki, bu ötürücü zonadan keçərək gövdə ötürülməlidir. Düzgün cavab D variantıdır. Görürsünüz, burada mexanik necə bir səhv etmiş olduq. Doğrudur, işarə eləmişəm, amma yanlış fikirləri burada ifadə edirəm. Üzrlü bilin. Şəklə əsasən doğru olmayan variantı seçin. 1 təpə tumurcuğudur. Bəli. 2 qoltuq tumurcuqdur. Bəli. 4 yarpaq saplağıdır. Yəqin ki, yarpaq saplağıdır bu. Tam olaraq şəkildə görünür. Aha. 5 buğum arasıdır. Bəli, 5 buğum arasıdır, düzdür. Amma 3-ə yazıb əlavə tumurcuqdur. Xeyr, o qoltuq tumurcuqlara aid düzgün cavab yedir. Yasəmən zoğunda buğumların sayı toz ağacı zoğundakı buğumların sayından 2 dəfə, oleander zoğundakı buğumların sayı isə yasəməndəki buğumların sayından 3 dəfə çoxdur. Cəmi 92 yarpaq sayılmışdır. Neçəsi toz ağacın yarpağıdır. Bildirəm, burada bunu necə hesablayacaq? Gələk ki, burada özümüzə bir yer açaq. Bir deyək ki, yasəməndə demək qarşı-qarşıya idi. O zaman gəlin biz bunu bir yer açarıq. Bax, bunu mən bunu dairəliyim. Çünki burada yerləşdirə bilməyəcəm. Ən sonda bunu mən həll edib yerləşdirəcəm. Çünki yerimiz çox məhduddur. 42-yə baxaq. Hüceyrə və orqanizm səviyyəsinə aid edilir. Bu vərəm çöpü olacaq. Çünki vərəm çöplərində həm belə deyək, orqanizm səviyyəsindədir, həm də hüceyrə səviyyəsindədir. Məsələn, insan orqanizmdir, bal arısı orqanizmdir, sıçan orqanizmdir, neyron isə hüceyrə səviyyəsində. Düzgün cavab burada C variantıdır. Şəkildə göstərilən bitkinin kök şəkil dəyişməsinin yaranmasında iştirak edən kök növündən hansı kökü inkişaf edir? Demək ki, şəkildə göstərilən bitkinin kök şəkil dəyişməsi bu kökün şəkil dəyişməsidir. Kökün şəkil dəyişməsidirsə, meyvə kökləri əmələ gəlirdi. Bizə deyirdi ki, meyvə köklərə aiddir. Kördür, çuğundurdur, turpdur, şalğamdır. Bunları misal göstərə bilərik. Deyir ki, kök növü hansı kök növündən inkişaf edir? Əsas kökün. Yəni, çox da düşündürücü bir test deyil. Burada əsas kökü götürəcəyik. Çünki meyvə kökləri əsas kökün şəkil dəyişməsindən və gövdənin yuxarı hissəsinin şəkil dəyişməsindən əmələ gəlir. Düzgün cavab burada A variantıdır. Meyvə diaqramında X-in yerinə verilənlər hansını yazmaq olmaz? Ehtiyatdan maddələr toplanır. Bəli, bu fikir düzdür. Bu fikir düzdür. Gəlin bunlarda plus qoyaq. Bu düzdür. Əsas kök şəklinin dəyişib. Xeyr, burada əsas kök deyil. Həmçinin burada gövdə də şəklini dəyişib. Burada çünki oxşar fikirlər tapmalı. Düzgün biri 2-dir. Sonra əlavə və yan kök şəklini dəyişib. Xeyr. Burada gövdən şəkil dəyişməsində rast gələ bilərik. Gövdən, yəni yuxarı hissəsinin şəkil dəyişməsində rast gələ bilərik. Daha dəqiq desək. Aha. Biri 3-dür. Ondan sonra ucunda kök üsküyü var. Bəli, düzgün fikirdir. Yan kök inkişaf edə bilər. Bəli, yan köklər əsas köklərdən əmələ gəlir. Əlavə kök inkişaf edə bilər. Əgər burada gövdədən söhbət gedirsə, gövdənin də şəkil dəyişməsi olsaydı, o zaman deyə bilər. Çünki əlavə köklər əmələ gəlir. Əsas və yox, əlavə köklər yan köklərdən, əsas köklərdən inkişaf edir.
bizə deyir ki, ortaq olmamalıdır. Aha, onda cavab burada 2, 3, 6, Y variantıdır. 45'te nə deyir bizə? Yarpaqlar içərisində mürəkkəb yarpaqları seçin. Bayaqki sualdım, orada yerlərini dəyişik veribdi. Demək, 1, 4, gəlin belə deyək. 4'dür, 6, 7, 5, 4, 5, 6, 7 düzgün cavab Y variantı. Bitkilərdə yeraltı qidalanma hüceyrələri, orqanları, maddələri əmci tellər vasitəsilə sovrulur. Bu da gövdənin sorucu zonasında yerləşir. Dərc hüceyrəsinin çıxıntılarıdır. Bir növdə isə örtük toxumasına aid edirik biz onları. Və onların da ömrü 10-15 gündür. Orqanları harda yolu var? Kökdədir. Daşınması isə su və mineral maddələri daşıyır. Yəni, burada düzgün cavabımız A variantıdır. Canlı orqanizmlərdə hüceyrə ən kiçik hücrə olmasa da, bütün çox hüceyrəli canlılarda, yerin boşluğu dolduracağız burada, ən kiçik quruluş vahidi hesab olunur. Çünki canlı orqanizmin ən kiçik quruluş və funksiyonal vahidi hüceyrə adlanır. Şəkil əsasən heyvan toxumaları haqqında yanlış fikri seçin. A sinir toxumasıdır. Bəli, sinir hüceyrəsinə aiddir. B epitel toxumasıdır. Yəni onun bədən səthini örtmüşdür. C birləşir toxumadır. D əzələ toxumasıdır. Bəli, bu fikirlər haqqında aşağıda olanlara baxacağıq. C orqanizmdə daha funksiyasını demək yerinə yetirə bilər. Bəli, bu düzgündür. A qıcıqların qəbulun ötürülməsində iştirak edir. Bəli, sinirə aiddir. D orqanizm hərəkətini təmin edir. Bəli, əzələ onun hərəkətini təmin edir, çünki aktiv hissədir. B orqanizm səthini örtən örtük funksiyası yerinə yetirir. Düzdür. Orqanizmdə A C-yə nisbətən geniş yayılmışdır. Xeyr, birləşdirici toxuma daha çox yayılmışdır. Çünki birləşdirici toxuma növləri iki cürdür. Boş birləşdirici və bərk birləşdirici. Boşa aiddir qan, limfa, hüceyrə arası maye. Bərkə isə aiddir sümük və qığırdaq. Düzgün cavab burada Y-dir. Verilmiş şəkildə orqanlar hansı rəqəmlərlə işarələnmişdir? Orqanlar deyirsə bizdən, o zaman 1, 2, 4'ü götürəcəyik. Çünki digərləri hüceyrədir. C variantı. Cədvəldə X, Y, Z-in yerinə aşağıdakı bitkilərdən hansını yazmaq olmaz? Olmaz deyir bizə. Bu zaman demək üzümü yaza bilərik. Üzümü yaza bilərik burada. Sonra soğan demək soğana şəkil dəyişməsidir. Çayırda kökümsovdur. Bir dənə noxudu götürməyəcək. Çünki noxudda yarpağın şəkil dəyişməsi. Düzgün cavab burada C variantıdır. Şəkildə göstərilən bitki haqqında doğru fikirdir. Bu kartofun inkişaf prosesidir. Yəni kartofun əkib becərilmə prosesidir. Deməli, burada şəkildə göstərilən bitki haqqında doğru fikirdir. Meyvə kök bitkidir. Bəli, düzgündür. Kökümsovlu bitkidir. Kökümsov bitkidir. Bəli. Doğru fikir yox. Gövdə yumurusuna malikdir. Burada düzgün cavab C'dir. Çünki gövdə yumrusu kartofun şəkil dəyişməsinə aiddir. Şəkildə göstərilən bitki haqqında doğrudur. Bu kökün şəkildə, ümumiyyətlə kökün şəklidir. Doğru fikir istəyir bizdən. Kök yumrulu bitkidir. Xeyr. Çünki meyvə kökdür. Kökümsovdur, səhvdir. Gövdə yumrusudur, səhvdir. Meyvəsindən qida kimi istifadə olunur. Əslində bu da düzgündür. Kök şəkilləşməsi qida kimi istifadə olunur. Meyvəsindən qida kimi deyəndə kök xaçiçəklər fəsləsinə aiddir. Xaçiçəklər fəsləsində meyvəsi buynuz meyvədir. Ona görə bunlar burada D variantını yazıb ki, kök şəkil dəyişməsi qida kimi istifadə olunur. Bəli, kökün özünün şəkil dəyişməsi əmələ gətirib yer kökünü,
və bu qida kimi istifadə olunur. Yəni burada düzgün cavab B variantıdır. Demək, burada bizə Y-də verilən fikir onun fəsiləsinə görə verilən meyvə növünə aiddir. Və sonuncu sual 53-də deyir ki, verilmiş qrafikə əsasən bitkilərdə qohumların sayının hansı bənddə doğru göstərilmişdir? Hər bir bitki üzərində eyni sayda yarpaq var. Məsəl üçün, X-də da 4 yarpaq var. Y-də 2 yarpaqdır, Z-də isə 1 yarpaqdır. Bizə deyir ki, əsasən bitkilərdə qohumların sayı 4 qohum. Məncə burada elə yəni göz qarşısındadırmı? Baxaq bir daha. X-da X kiçikdir. Bir boğumda olan yarpaqların, bir də bir boğumda veribsə, o zaman bir boğumda 4 dənədirsə bu demək topa düzülüşdür. X topadır. Y-də 2 dənə veribsə bu qarşı-qarşıyadır. Z-də isə növbəli düzülüşdür. Bir dənədir. Bu da belə olacaq. X Y-ə bərabər deyil. Elə mən yazdığım variantdır. X kiçikdir Y-dən, o da kiçikdir Z-dən. Bəli, düzgün cavab burada C variantıdır. Çünki bizə boğumlara verilənlərə görə biz onları təyin etmiş olduq. Sonra mən fikirlərimi tamamlamamış digər açıq suallara keçmək istəmirəm. Bayaqki məsələnin indi hal-hazırda mənə bir 10 saniyə vaxt verin, onu mən yerləşdirim başqa bir yerə, orada hesablamamızı aparaq. 2 dəqiqə gəlirəm. İndi isə bayaq uzun bir proses çəkdi. Nədənsə mən bunu yerləşdirincə, yəni hələ də tam yerləşdirə bilmədim. Kobud bir görüntü yaransa da, əsas odur ki, biz məsələmizi görürük. Məsələdə nə deyir bizə? Yasəmən zoğumda boğumların sayı. 2 dəqiqə. Yasəməni götürək X. O dəqiqə yazdıq. Daha doğrusu qoy elə yazın ki, başa düşə bilək. Yasəmən bərabərdir X. Toz ağacı zoğundakı boğumların sayından. Toz ağacı bərabərdir boğumların sayının 2 dəfə. Və bu X-dırsa, bu isə 2X olacaq avtomatik. Oleandr zoğundakı boğumların sayı isə Yasəməndəkilərdən 3 dəfə çoxdur. Oleandr bərabərdir. Bu 2X-dırsa, onda bunu da yazıram. 3 vurursun 2X. Çox rahat, çox gözəl. İndi isə biz bunların gəlin boğumlarını təyin edirdik. Yasəməndə qarşı-qarşıyadırsa qələmi dəyişə bilsəm, rəngini qırmızı götürək ki, biraz seçilə bilsin, mən düşünürəm. O zaman buna 2 yazaq. Yasəməndə alınmadı. Yox, yenə alınmadı. Niyə belə oldu, bilmədim. Üzr istəyirəm. Pozuntu yarandı. Nəysə, eybi yoxdur, canımız sağ olsun. Onda bu zaman bura 2X-a buna 2 yazıram. Çünki Yasəməndə qarşı-qarşıya 2-dir. Toz ağacında isə növbəlidir. Bunda 1-dir. Oleandrda isə 3-dür. O zaman çox gözəl tənliyimizi qururuq. 2X vurulsun 2. 4X üzərinə gəlinsin X. Üzərinə gəlinsin 18X. O da bərabərdir 92-yə. X-ə buradan tapanda eləyəcək 23X bərabər 92. X-də elədi 4. Biz tapdığımız 4 elə bunun qiyməti idi. Bizdən də deyir ki, toz ağacın yarpağıdır. Toz ağacında da növbəli düzülüş olduğu üçün biz tapdıq ki, boğumun sayını 4 tapmışıqsa, yarpaqların da sayı 4-dür. Düzgün cavab demək bizdə C variantıdır.